Salam dəyərli şagirdlər və əziz müəllimlər. Bugün çoxluqlar bölməsinin ikinci alt başlığı ilə işləyəcəyik. Çoxluqların birləşməsi, kəsişməsi və fərqinin elementlərinin sayı. Deməli, birinci sualda deyir ki, A və B çoxluqları üçün A çoxluğunda 15 element var, B çoxluğu ilə A-nın kəsişməsində 6 element var. Diaqramda gəlin bunları göstərək uşaqlar. Diaqramla işləməyə özünüzü öyrədin. Deməli, A ilə B-nin kəsişməsində 6 element var. Kəsişmə bu ortada olan yerdir. Hər ikisinin ortaq elementi. A dairəsinin içində 15. Bax, bu dairənin içində ümumi 15 element yerləşdirməlidir. Amma siz artıq 6-sını yazdığınız üçün 15-dən 6-nı çıxıb bura yazmalısınız 9. Bizdən soruşur ki, A ilə B-nin fərqində neçə element var? A ilə B-nin fərqi də A-da olub, B-də olmayan elementlər deməkdir. Baxın, bura, bu göynə xətt dediyim yer A ilə B-nin fərqi olan çoxluqdur. Neçə dənə elementimiz var? 9 dənə. Deməli, qayda olaraq nə yadımızda saxlaya bilərik? A ilə B-nin fərqindəki elementlərin sayını tapmaq istəyirsinizsə, A-dan A ilə B-nin ortaq elementlərini, yəni kəsişməsini çıxın. Düsturla belə, şəkillə də yuxarıdakı kimi yaza bilərsiniz. Şəkillə yazmağınız daha vacibdir, çünki dərk eləyir, başa düşə-düşə yazırsınız o zaman. İkinci suala baxırıq. Deyir, A və B çoxluqları üçün A ilə B-nin kəsişməsində 4 dənə element var. Bu A olsun, bu B olsun. Kəsişməsi ortaq yerdir. Yəni, ortaya siz 4 yazmalısınız. A ilə B-nin fərqində isə 8 dənə element var. A ilə B-nin fərqi yalnız A tərəfə olan hissədir. Bu da 8. İndi bizə deyir ki, A-da neçə element var? NA, A-dakı elementlərin sayını bildirir. Yəni, bu dairənin içində neçə element yazıldı? 8 ilə 4-ün cəmi olacaq 12. 3-ə baxırıq. M çoxluğu 60 ədədinin natural bölənləri çoxluğudur. Bu, çoxluğun elementlərinin sayını tapın. Bunu istəsəniz bir-bir yazıb tapa bilərsiniz. İstəsəniz natural ədədlərdən, natural ədədlər bölməsindən, natural bölənlərin sayını tapma qaydası ilə gedə bilərsiniz. Gəlin onunla gedək, həm də düsturu təkrarlamış olarsınız. Sayda vuruqlarını ayırırıq. Ayırdıq 15, 3-ə bölündü 5, 5-ə bölündü 1. Deməli, 60-ın tərkibi 2 dənə 2, 1 dənə 3 və 1 dənə 5 vuruğudur. Natural bölənlərin sayını tapanda qüvvətdəki ədədləri bir vahid artırıb bir-biri ilə vururduq. 1 üstəgəl 1, burada da 1 üstəgəl 1. Deməli, natural bölənlərin sayı olacaq 3 vur 2, vur 2, cavab 12. O da eləyəcək A variantı. Dördüncü sualla davam edirik. A fərq B, üstəcə B fərq A-nın elementləri sayını soruşur. Uşaqlar, en sayı deməkdir. İlk öncə çoxluqda elementlərin fərqini, daha doğrusu fərqinin elementlər sayını görməkdən ötürü siz bunların ortaq elementlərini yazmalısınız. Hər ikisində mənfi 6 var, hər ikisində mənfi 2 var və hər ikisində 5 var. Bunlar ortaq elementlərdir. Uşaqlar, A ilə B-nin fərqi deyəndə A-da olub, B-də olmayan. Bax, hansı elementlər ki, A-da tək qaldı, işarələmədiniz, onları götürürsünüz. Mənfi 3 və 1. B ilə A-nın fərqi deyəndə isə B-də yalnız qalan element, yəni işarələmədiyiniz elementi götürürsünüz. 9. İndi bizə deyir ki, N, A fərq B, üstəgəl N, B fərq A. A fərq B, yəni demək istəyir ki, A ilə B-nin fərqində neçə element var? Neçə element görürük? 2 element. Bax, bunun cavabı 2. Sonra B fərq A, yəni burada neçə element görürəm? 1 dənə element. Bunun da cavabı 1. Yekun cavabım olacaq 3, Y variantı. 5-ci sualda deyir ki, A ilə B-nin birləşməsində 20 dənə element var. Uşaqlar, A ilə B-nin kəsişməsindəki elementlərin sayında sahib tapırıq. Neçə element? 5 dənə element görürsünüz. 3, 5, 7, 9, 11. Yazırıq 5. Diaqramda göstərə bilərsiniz. Diaqramda bizə deyir ki, kəsişməyə 5 yaz. Bax, kəsişməyə yeni 5 yazıram. Birləşmə. A ilə B-nin birləşməsi buradır. Ümumi N, A birləşmə 20-dir. Baxın, bu hissə A ilə B-nin fərqini bildirir. Burayı isə B ilə A-nın fərqini bildirir. Bizə deyir ki, A ilə B-nin fərqi üzərinə gəl, B ilə A-nın fərqində neçə dənə element var? Uşaqlar, deməli, nə edəcəyik? Ümumidən bu ortanı çıxırsınız ki, bu kənarlar qalsın.
20 çıxılsın 5 bərabərdir 15 element A variantı. Düsturla da yaza bilərsiniz. Uşaqlar, gəlin düsturu deyim sizə, dəftərinizə yazın, götürün. Deməli, A ilə B-nin birləşməsindəki elementlərin sayı şəkildən də görürsünüz. A ilə B-nin fərqindəki, üstəgəl B ilə A-nın fərqindəki elementlər və bir də ortadakı kəsişmədəki elementlər. Bunların hamısını toplayanda birləşmənin elementlərinin sayını verir. 6-cı suala baxırıq. 6-cı sualda mən şəkillərlə işləyəcəm uşaqlar. Bu A-dır, bu da B. Venn diaqramlarını öyrənin yaxşı. A ilə B-nin kəsişməsində 5 dənə element var deyir. Kəsişmə ortada olan hissədir. A ilə B-nin fərqində 10 dənə. Yəni A-da olub B-də olmayan bu hissə. Bura 10 dənə element var və bizə deyir ki, A-da neçə element var? Ümumi baxırıq A dairəsinin içində neçə element var? 10 ilə 5-in cəmi, yəni 15 elementimiz var. Cavab B variantı. 7-yə baxırıq. Bu A çoxluğu olsun, bu B çoxluğu olsun. A və B. 7-də deyir ki, kəsişmədə 3 dənə element var uşaqlar. Kəsişmə, yəni orta olan hissəyə yazırsınız. 3 element B ilə A-nın fərqində. Yəni B-də olub A-da olmayan, burada da 12 dənə elementimiz var. Bizə deyir B dairəsinin içində nə qədər element var? Baxın, neçə dənə? Bu 3 də bunun içərisindədir. 12 də bu dairənin içindədir. Yəni 3 ilə 12-nin cəmi 15 dənə elementimiz olacaq. Cavab Y variantı 7-də. Keçirik 8-ci suala. Diaqramdan çox qəşəng görə bilərsiniz. Baxın, bu A çoxluğudur, bu B çoxluğudur. A, B yazıram. Bizə deyir birləşmədə 24 element var. Baxın, ümumi 24 element olacaq. A ilə B-nin fərqi. A ilə B-nin fərqi bu hissədir. Burada 16 element var deyir. A ilə B-nin kəsişməsi bu hissədir. 3 element var deyir. Bir də bizdən soruşur B ilə A-nın fərqi. Bax, buranın elementləri. İndi birləşməyə görə mən yazmalıyam ki, orada 16 görürəm, 3 görürəm, bir də X görürəm. Cavabı 24-dür. X bərabərdir 24-dən 19 çıxacam. 10 da cavabı olacaq 5. 8-in cavabı olur 5, B variantı. 9-a baxırıq. Bir müəssisədəki bütün işçilərin 45% Alman dilindən, 32% ingilis dilindən kursa gedir və 28% heç bir dildən kursa getmir uşaqlar. Bunları diaqramda yerləşdirməliyik. Kursda ümumi 100% şagird var. Yəni hamısı 100%-dir, düzdürmü? Bunlardan 28-i heç bir dildən kursa getmir deyir. Ona görə bu 100-dən 28-i çıxırıq ki, kursa gedənlərin sayını bilək. Faizlə sayını. Bax, bunlar kursa gedən şagirdlərdir. 72%. Deyir, hər iki dildən 10 işçinin kursa getdiyi məlumdursa, yalnız ingilis dilindən neçə işçi kursa gedir? Biz diaqram çəkməliyik. Diaqramda biz nəyi bilməliyik? Deyir ki, bütün işçilərin 45% Alman, 32% ingilis dilindən kursa gedir. Baxın, düsturumuzu gəlin yazaq. N, A birləşmə B bərabər nə yazmışdıq? NA üstəgəl NB çıxılsın onların ortaq elementləri. Bax, bu düsturdur. Bu düstura əsasən işləyəcək. Ümumi 72% kursa gedən şagird var. Onlardan 45% Alman dilinə gedir. 32% gedir ingilis dilindən kursa. Amma biz bilmirik hər ikisindən neçə nəfər, neçə faiz gedir kursa. Faizi bilmirik. Sayı olaraq bilirik, faiz olaraq bilmirik. Deməli, A ilə B-nin ortaq elementini tapmaq üçün 45 ilə 32-ni toplayırsınız, olur 77, çıxırsınız 72-ni. Olur 5%. Hər ikisinin ortaq yeri 5%-dir. Bu A-da, bu B. Bunu bilmək lazımdır. Onda belə çıxır ki, A dairəsinə baxsaz, bu Alman dilindən kursa gedənlər 45% olmalıydı. Onun 5%-ni artıq yerləşdirmişəmsə, deməli, bura yazmalıyam 45%. Sonra B dairəsinə baxırsınız. B dairəsində ümumi 32% olmalıdır. 5-in yazmışsa, deməli, bu kənara yazmalısınız 27% ki, ümumi B-nin içində 32% görünsün. Bu belə. Deyir, hər iki dildən 10 işçi kursa gedir. Hər iki dildən kursa gedənlərin sayı bu ortaq yerdir. Yəni 5%. 5%-ə uyğundur 10 işçi.
Bizə deyir, yalnız ingilis dilindən neçə işçi kursa gedir? İngilis dilin B dairəsindən işarələmişəm. Yalnız ingilis dilindən dediyi üçün bu hissəni götürəcəksiniz. Yəni 27%-ə uyğun gələn hissəni. X-də tapanda tənasübü çarpaz vururuq. 27-ni 10-a vurub böləcəyi 5-ə. İxtisar gedəndə 2, orada da qalır 54 nəfər. Cavab olacaq Y variantı. Yeni sualdır uşaqlar. Yeni. Bu 10-cu sualda yeni sualdır. Keçirik 10-a. Deməli, 10-da maraqlı sualdır uşaqlar. A-nın elementlərinin sayını tapaq. N, A yazıram. Baxın, N-dən başlayır, üstünə 1 gəlir, üstünə 2 gəlir, ta 18-ə qədər. Elementlərin sayını tapanda nə edəcəksiniz? Bu sıfırdan başlayır da. Elə bir ki, N üstəcəl 0 anlamında deyirəm. Sıfırdan başlayır. N üstəcəl 0, N üstəcəl 1, N üstəcəl 2. 18-ə qədər neçə element olduğunu tapmalısınız. 19 dənə element var, düzdürmü? 19 dənə. Çünki burada adi baxın, 2-yə qədər gələndə neçə element var? 1, 2, 3. Sonra 3-ə qədər gələndə 4 element, 18-ə qədər gedibsə, deməli, orada 19 dənə element var. Eyni ilə aşağı M üstəcəl 1, M üstəcəl 2, 6. M üstəcəl 6-ya qədər gedibsə, uşaqlar, deməli, burada 7 dənə element var. Bu 7-incisidir. B-də 7 dənə element var. Aydındır mı buradakı məntiq? Çünki bu M üstəcəl 0 ilə başlayır. 0, 1, 2, 3, 4, 5, 6 sayın. Barmaqla görəcəksiniz 7 dənə element var. Diaqramı çəkirəm. Diaqramda bizə deyir ki, kəsişməyə 3 yaz. A-nın B-nin kəsişməsində 3 element var. Uşaqlar, A dairəsinin içində ümumi 19 dənə element olmalıdır. Biz bunun 3-ünü yazmışıqsa, deməli, bura 16 yazmalıyıq. Sonra, B dairəsinin içində 7 dənə element olmalıdır. Deməli, 7-nin 3-ünü yazmışıqsa, qalır bura 4 dənə. Bizdən soruşur, A-nın B-nin birləşməsində neçə element var? Birləşmə bunların hamısıdır. Bütün nə görürsünüzsə, hamısını götürməlisiniz. Bunu da cavab eləyəcək 23 element. Cavab A variantı yeni sualdır və fərqli sualdır. 11-ə baxırıq. A çoxluğun elementlərinin sayı 5-dir. Yazırıq NA bərabərdir 5. B çoxluğun elementlərinin sayı 4-dür. NB 4. A-B birləşməsinin çoxluğun elementlərinin sayından ala biləcəyi qiymətlərdən ən böyük ilə ən kiçiyin cəmini tapın. Uşaqlar, A-nın B-nin birləşməsində element o vaxt ən böyük qiymət olar ki, bunların heç bir ortaq elementi olmasın. Yəni, A çoxluğu burada olsun, B çoxluğu burada, kəsişmələri yoxdur. Burada 5 dənə, burada 4 dənə element var. Birləşdiyində də 5 ilə 4-ün cəmi 9 dənə. Amma ən kiçik sayda birləşmə ən kiçik nə ola bilər deyirsə, o zaman bu çoxlardan birinin bütün elementləri digərinin içərisində olmalıdır. Yəni, biri digərinin alt çoxluğu olmalıdır. B, A-nın alt çoxluğu olmalıdır. Nəyə görə? B-də 4 element var. Alt çoxluğudursa, B-nin elementləri A-nın da içində olduğu üçün, o zaman A dairəsinin içində ümumi 5 element yerləşdirməliyim. 4-ün artıq yerləşdirdiyimdən bura 1 qalır. Onda A-nın B-nin birləşməsində ən az sayda 5 element olmuş olur. Bizə deyir, ən çox sayla ən az sayın cəmini tapın. 9 üstəgəl 5, cavab eləyəcək 14. 12-yə baxırıq. Deyir ki, bir sinfin müxtəlif dərnəklərdə iştirak edən şagirdlərinin sayı cədvəldə verilmişdir. Və bir şagird ən çox 2 dərnəkdə iştirak edə bilir. Yəni, elə bir şagird yox ki, üçündə də iştirak etsin. Bu sinfin neçə şagirdi dərnəklərdə iştirak edir? 3 dənə idman növü, musiqi, idman, şahmat daha doğrusu 3 növ dərnək var. Deməli, 3 dənə çoxluğun birləşməsinin elementlərini sayını tapanda düstur belədir. Bunların ayrı-ayrı cəmini yazırsınız. NB üstəgəl NC. Sonra çıxırsınız bunların ortaq elementlərin kəsişmələrini. Yəni, A-nın B-nin kəsişməsi varsa onu. Sonra A-nın C-nin kəsişməsi varsa onu. Və B-nin C-nin kəsişməsi varsa
onun elementlərini çıxmalısınız. Çünki təkrar həm bunun, həm də bunun içərisində sayılıblar onlar. Uşaqlar, bunların üçünün kəsişməsi yoxdur deyənə onları çıxmırıq. Deməli, bizim cavabımız olacaq bərabər qoyub həll etsək. A-da 12 dənə element var. Üstəgəl idman. Burada da 12. Üçündə də 12. Bax, bunların yerinə 12, 12, 12. Həm musiqi, həm idman bunların kəsişməsini bildirir. Çıxıram 4-ü. Həm idman, həm şahmat A-la C-nin kəsişməsini bildirir. Çıxdım 3-ü. Həm musiqi, həm şahmat digər kəsişməni bildirir. Çıxdım 2-ni. Bunları toplayanda 36, bu mənfiləri də toplasanız 9 və mən cavabı çıxıb tapıram 27. Bu şəkildə. Düsturu yazın, götürün. Deməli, 13-cü suala baxırıq. Diaqrama əsasən A çoxluğun elementlərinin sayını tapın. Deməli, biz nələri yaza bilərik? Bu A çoxluğudur, bu B çoxluğudur. A, B. Bizə deyir, kəsişməsində 2 element var. Bax, bu kəsişmədə 2 element var. 2-ni gətirdim, yazdım bura. Birləşməsində 10 element var. Birləşmə hamısıdır, yazdım aşağı. B çoxluğunda 7 element var, deyir uşaqlar. B-nin içərisində siz 7 dənə element yerləşdirməlisiniz. Baxın bura. Bura 7 element yerləşdirməlisiniz. Artıq ikisi yerləşib, 7-dən 2 çıxıb, 5-i bura yazırsınız. Burada da bilmirsiniz neçə dənə element var. Onda biz nə etməliyik? X-i ilk öncə tapmalıyıq. X üstəgəl 2 üstəgəl 5-in cavabı 10-dur. Deməli, X-imiz 3-dür. X-in cavabını 3 aldıq. Bizdən A-dakı elementlərin sayını soruşur. A dairəsinin içərisinə baxırsınız. A dairəsinin içərisində neçə element olur? 3-lə 2-nin cəmi cavab 5. 14-cü suala baxırıq. A, B, C bir-birindən fərqli çoxluqlardır. Və elə çoxluqlar ki, A daxildir B-yə, o da daxildir C-yə, yəni alt çoxluqlardır. Bizə deyir NA üstəgəl NB üstəgəl NC bərabər 27 olarsa, A ən çox neçə element olmalıdır? Uşaqlar, A-nın cavabı ən çox olması üçün gərək B ilə C-yə kiçik ədədlər yazaq. A, B-nin içindədir, B də C-nin içərisindəsə, tutaq ki, A-nın cavabına mən X deyirəmsə, onda B-yə ən kiçik ədədi deməliyəm. Amma B-ni bilirəm ki, A-dan böyükdür da, çünki A, B-nin içərisində daxildə alt çoxluğudur. Ona görə ən kiçik olması üçün ən az bir dənə elementi artıq olmalıdır. C-də B-dən böyük olduğu üçün, çünki bura yazıb ki, B, C-nin alt çoxluğudur. Ona görə bunu da bir vahidə artıraraq bunu X üstəgəl 2 yazırıq. Onda yekunda tənliyimiz belə olur. Yəni 3x bərabərdir 3 çıxanda 24, x də bərabərdir 8. Deməli, A çoxluğun ən çox 8 element ola bilər. Deməli, uşaqlar, bunun cavabları burada varmı? Açıq sualı idi. Keçirik 15-ci suala. 15-də deyir ki, A-da 10 element, B-də 100 element var, C-də 1000 element var. Özdə A daxildir B-yə, o da daxildir C-yə. Belə düşünə bilərsiniz də, tutaq ki, A-nın elementləri 1, 2, 3 saya gedirsiniz, 10-a qədərdir. Ən bəsit formada belə yazacağım ki, tam aydın olsun sizə. B-nin elementləri belə sayırsınız 10, sonra gedir düz 100-ə qədər. Belə düşünün. C-nin elementləri də 1, 2, 3 gedir 100-ə qədər və dayanmır, davam eləyir 1000-ə qədər. Tutaq ki. Amma alt çoxluqlardır. Həqiqətən də A, B-nin içindədir. Yəni, bura baxın, içərisində var hamısı, A-nın elementləri. Və B-nin də bütün elementləri C-nin içərisində var. Çünki mən 1000-ə qədər sayanda 100-ə qədər sayıb sonra davamını gətirirəm. Bizə deyir ki, C-nin elementlərin sayını tap. Sonra üstünə A ilə B-nin kəsişməsi, yəni ortaq elementlərini gəl. Sonra da üzərinə B ilə C-nin kəsişməsini gəl. Uşaqlar, C-nin elementləri məlum məsələ 1000 dənə. Verib şərtdə. A ilə B-nin kəsişməsi, yəni ortaq elementləri 10 dənə, 10 dənə hər ikisində ortaq element var. B-nin C-nin kəsişməsi isə 100-ə qədər bunlar eyni olduğu üçün 100 dənə ortaq element var. Onda sizin yekun cavabınız 1110 eləyəcək. Aydındırmı?
Özüm 1-dən 10-a qədər, 1-dən 100-ə qədər belə sayma ilə, natural ədədlərlə verdim ki, sizdə qavrama rahat olsun. 16-ya baxaq, eyni cür uşaqlar. A-nın elementlərinin sayı 20 dənədir. Bu demək ki, tutaq ki, siz A-nı 1-dən 20-yə qədər natural ədədləri yaza bilərsiniz. B-nin elementlərinin sayı 200 dənə. O demək ki, 1, 20 və dayanmır, gedir düz 200-ə qədər sayır. C-nin elementlərinin sayı isə 2000 dənə. C də 1-dən gedir 200-ə qədər, dayanmır təbii, gedir 2000-ə qədər. Belə başa düşə bilərsiniz çoxluqları. Bizə deyir A-nın üzərinə A ilə B-nin birləşməsini gəl. Bunun da üzərinə B ilə C-nin birləşməsini gəl. Yuxarıdakı sualda kəsişmələr soruşurdu. Burada birləşmələr soruşur. A-nın elementləri aydın məsələ 20 dənə. A ilə B-nin birləşməsini deyirsə, uşaqlar, bütün gördüyünüz elementləri yazmalısınız. Bu 20 dənə element bu 20 dənə ilə eyni olduğu üçün onları təkrar yazmağa ehtiyac yoxdur. Aşağıdakı 20 dənə və təbii ki, davamın 200-ə qədər bütün elementləri götürürük. Yəni, 200 yazırıq. Çünki həmin o 200-ün içərisində yuxarıdakı 20 element onsuz da var, bir də təkrar üstünə gəlməyəcək. B-nin C-nin birləşməsini deyir, yəni B-nin elementlərinin hamısı 200-ə qədər burada zaten var. Onun hamısının davamın 2000-ə qədər yazmalıyıq. Yəni siz 2000-dən element götürüb yazacaqsınız. Çünki B-nin 200-dən elementi onsuz da C-nin içərisində var, onları saymışsınız. Cavabınız 2220 olacaq. 17-ci suala baxaq. ABC çoxluqlarının hər birinin elementlərinin sayı 2-dən böyük, 10-dan kiçik müxtəlif sadə ədədlərdir. 2-dən böyük, 10-dan kiçik hansı sadə ədədlər var? 3, 5 və 7. Demək istəyir ki, birinin elementi sayı 3 dənədir. Birinin elementin sayı 5 dənədir. Tutalım ki, C-nin elementi sayı 7 dənə. Deyir ki, A kəsişmə B, kəsişmə C-nin qiyməti ən çox neçə ola bilər? Kəsişmə ortaq elementdir. Birinin 3 elementi var, birinin 5, birinin 7 elementi var. Onların kəsişməsinin təbii ki, ən çox elementi 3 dənə ola bilər. Kəsişmə çünki ortaq element. Uşaqlar, birində 3 dənə, birində 5 dənə, birində də 7 dənə element varsa, olan ortaq elementi ən çox 3 dənə ola bilər. 3-dən artıq ortaq element ola bilməz. Çünki bunda 3-dən çox element yoxdur. Adı üstündə ortaq. 18-ə baxırıq. 7-dən kiçik müxtəlif sadə ədədlər deyir. A, B, C-nin elementləri. Yəni 2, 3, 5. Yuxarıda nə yazmışdıq? Aha. Demək istəyir ki, məsələn, A-nın elementi tutalım 2 olsun. B-nin elementin sayı 3 olsun. C-nin elementlərinin sayı 5 olsun. Və deyir ki, onların kəsişməsində ən çox neçə qiymət ola bilər? Kəsişmə ortaq element deməkdir. Ən çox bunların kəsişməsi 2 dənə element ola bilər. Kəsişməsinin sayı. O da nə vaxt olur uşaqlar? O da o vaxt ola bilər ki, A daxildir, B daxildir, C olsun da. Ən çox kəsişmədə element olmaqdan ötürü bunlar bir-birlərinin alt çoxluqları olmalıdır. Yəni, bəsit şəkildə belə başa düşə bilərsiniz. Tutaq ki, bunun elementləri 1 ilə 2-dir. Bunun elementləri 1, 2, 3-dür. Bunun elementləri 1, 2, 3, 4, 5-dir. Yəni, birinin elementləri o birlərində olanda kəsişmənin sayı daha çox olur. Bax, 1 hər ikisində var, 2 hər ikisində var. Bundan artıq yaza bilmərsiniz. 3-ündə də olan element ən çox 2 dənə olur. Cavab 2. Keçirik 19-cu suala. A və B çoxluqları üçün A ilə B-nin fərqində 7 element var, deyir. Diaqramdan göstərək. A ilə B-nin fərqi yalnız A-ya daxil olan hissədir. A-da olub, B-də olmayan. Bax, bura. B ilə A-nın fərqi isə B-də olub, A-da olmayan buradır. A ilə B-nin birləşməsində 20 element var. Birləşmə hamısıdır 20. Onda kəsişməni gərək tapaq. 7 üstəgəl x üstəgəl 5-in cəmi 20-dirsə, deməli x-imiz 20-dən 12-yə çıxanda olacaq 8. Burada da 8 element olmuş oldu. X bərabərdir 8 yazaq. Deməli, bizə deyir ki, n-a üstəgəl n-b üstəgəl n-a kəsişmə b-ni tap.
A kəsişmə B-nin cavabını tapdım 8-dir, ortaya düşən yer. A-dakı elementlərin sayı 7 ilə 8-in cəmi olacaq, yəni 15 element. B-dəki elementlərin sayını tapanda isə 8 ilə 5-in cəmini toplayacağıq. 8 burada, 5-i burada, yəni 13 element. Yekuna baxsaq 15, üstə gəl 13, üstə gəl 8. 15 ilə 18, 28, üstünə də 8 gələndə 36. Keçək 20-ci suala. Yenə diaqramda göstəririk. Bu A olsun, bu B. Bizə deyir ki, A ilə B-nin fərqində 9 element var. B ilə A-nın fərqində 15 element var. A ilə B-nin birləşməsində 32. İlk öncə buranı tapmalıyıq. Yəni 9 üstə gəl x üstə gəl 15-in cavabı əgər 32-dirsə, x bərabərdir 32-dən 24 çıxanda qalacaq 8. Bax, buranın cavabı 8 olur. Bizə deyir NA üstə gəl NB üstə gəl NA kəsişmə B-ni tap. A kəsişmə B. NA A çoxluğun elementləri 9 ilə 8-in cəmi 17. 17. NB deyirsə B çoxluğunda nələr var? 15, bir də 8, yəni 23 element. A kəsişmə B-də ortada tapdığımız ədəddir 8. 17 ilə 23, 40, üstünə 8 gələndə cavab edir 48. 21-ci suala baxaq. Kəsişməsi boş olmayan A və B çoxluqları üçün. Yəni 2 dənə çoxluq var uşaqlar. Deyir ki, bunların kəsişməsində hökmən element var burada. B-nin elementlərinin sayı 16-da nədir? Deyir, B fərq A çoxluğunda ən çox neçə element olacaq? Baxın uşaqlar, burada deyir ən çox neçə element var. Mən bilirəm ki, bunun içərisində 16 dənə element var. Buradakının cavabı çox olsun deyə gərək mən bura ən az yazım. Ən az da bir dənə element yaza bilərəm. 0 yaza bilmərsiniz, çünki hökmən element olmalıdır. Onda da bura x yazsam, 1 ilə x-in cəmi 16 olmalıdır, x-imiz 15-dir. Eyni şey 22-də təkrarlanana oxşur. Bir oxuyaq şərtin. Kəsişməsi boş olmayan A ilə B çoxluğu var. A-da deyir, bax bu dairənin içərisində 10 dənə element var. Və kəsişmə boş deyilsə, burada hökmən element yazmalıyıq. A ilə B çoxluğunun ən çox neçə element var? Burada ən çox deyir neçə element var. Burada ən çox element olması üçün kəsişməyə ən az yazmalısınız. Ən az 1 yaza bilərik. X ilə 1-in cəmində bizə demiş ki 10-dur. Deməli, x bərabərdir 9 olacaq cavabımız. 23-cü sualda deyir ki, A və B çoxluqları üçün A ilə B-nin kəsişməsi 1, 2, 3-dür. Əslində demək istəyir ki, A ilə B-nin kəsişməsində 3 dənə element var. 1, 2, 4-dür. 3 dənə element var. Birləşməsində A birləşmə B-də var 7 element. N A çıxılsın N B-də var 2 element. N-A-nı soruşur bizdən. Diaqramdan gedək uşaqlar. Diaqramdan daha qəşəng başa düşülür. Düsturla da gedə bilərsiniz. A-dır, bu da B-dir. Deməli, kəsişməsində 3 element var, birləşməsində 7 element var. Birləşmədə 7 element varsa, bura ilə buranın cəmində 4 dənə element olmalıdır. Mən məsələn, bura x yazıram, bura 4 çıxılsın x. Bu aydındır mı? Ümumi 7-yə tamamlamaq üçün. İndi bizə deyir ki, N-A çıxılsın NB fərqində 2 element var. N-A. N-A budur. N-A-nın elementləri 3 üstə gəl x-dir. Çıxılsın NB. NB-nin elementləri isə, bax, bunlar toplayanda nə eləyir? 7 çıxılsın x. 7 çıx x. Bunların fərqi 2-ni verir. Baxaq, 3 üstə gəl x çıx 7. Bu mənfi təsir edir, üstə gəl x bərabərdir 2. Buradan olur 2x çıx 4 bərabərdir 2. 2x bərabər 6. X də bərabər 3. Bizdən nəyi soruşmuşdu? N-A-nı. X-i 3 tapdınızsa, A dairəsinin içində cəmi neçə element görürsünüz? Bax, bunun içində. 3, oradan da 3, cəmi 6 element. Cavabınız olacaq 6.
24-cü sualla davam edirik. 24-də deyir ki, A ilə B çoxluğu üçün kəsişməsinin elementləri 3, 9, 12-dir. Əslində demək istəyir ki, bunun kəsişməsində 3 dənə element var. Sonra deyir birləşməsində A birləşmə B bərabərdir 12 element. Və deyir NA ilə NB-nin fərqində NB 7 element var. Baxaq, A çoxluğu, B çoxluğu. Kəsişmə verilibdir 3. Birləşmə, yəni hamısı 12 olacaq. Uşaqlar, hamısı 12 olacaqsa demək 9 element çatmır. 9-un x-i buradadır, yerdə qalan. Yəni 9 çıxsın, x qədəri burada. Və bizə deyir ki, A ilə B-nin NA çıx NB fərqində 7 element var. NA-ya baxaq, A dairəsinin içərisində neçə element var? 3 üstəgəl x. Çıxılsın, B dairəsinin içərisinə baxaq. Bunu da yaşılla işarəliyim. B dairəsinin içində 3 ilə 9-u topladınız 12, çıx x. Bax, bu 2 dənə ədədin fərqi deyir 7-dir. 3 üstəgəl x çıx 12, üstəgəl x bərabərdir 7. X-lər topla 2x, 3-dən 12-ni çıx 9, mənfi. Sağ tərəfə atırsınız 9-u eləyir 16, x bərabərdir 8. Bizdən soruşub A-da neçə element var? Uşaqlar, A dairəsini sizdən soruşursa, bax, bunun bütün içərisində nə var, nə yox, hamısını götürməlisiniz. X var, bir də 3 var. Yəni, x-dən 3-ün cəmi. X-də siz 8 tapmışsaq, 8 ilə 3-ün cəmi olacaq 11. Testin cavabı 11. 25-ci suala baxırıq. Deyir ki, A və B çoxluqları üçün A-nın elementlərinin sayı 3x üstəgəl 5-dir. B-nin elementlərinin sayı 2x üstəgəl 8-dir. A, B-nin alt çoxluğudur. Uşaqlar, A, B-nin alt çoxluğudursa, A-nın elementləri B-yə daxildir. Yəni, A, B-nin içində sayılır, belə. Onda biri digərinə daxildirsə, deməli, A-nın elementlərinin sayı B-nin elementlərinin sayından hökmən kiçik olmalıdır. Bir də bu alt çoxluqlardan bir şey var ki, çoxluq özünün alt çoxluğu sayılır həm də. Çoxluq özünün alt çoxluğudursa, deməli, bu demək ki, bunun elementlərinin sayı, bunun elementlərinin sayına bərabərdir. Yəni, A, B-nin alt çoxluğudursa, A-nın elementlərinin sayı B-nin elementlərinin sayından kiçikdir və yaxud bərabərdir. Qayda kimi yaza bilərsiniz, uşaqlar. Əgər yazın A daxildir B olarsa, o zaman NA kiçikdir, bərabərdir NB olacaq. Deməli, x-ləri bir tərəfə keçirdirik, ədədlər bir tərəfə keçirdəndə bu şəkildə olur. A-nın ən çox neçə elementi ola bilər? A-nın elementlərinin sayını biz 3x üstəgəl 5-lə işarə etmişdik. Bunun cavabı ən böyük olsun deyə gərək x-in yerinə ən böyük qiymət qoyasınız. X-in də ən böyük qiyməti 3-dür. 3 dəfə 3, 9, üstünə 4 gəldim, 14. 26-cı sualda eyni məntiqlə yanaşırıq, uşaqlar. Bu A idi, bu B. Əgər B deyir A-nın alt çoxluğudur, B A-nın alt çoxluğu olarsa, B-nin elementlərinin sayı A-nın elementlərinin sayına həmişə kiçikdir ya da bərabərdir. B-nin elementlərinin sayına 5x üstəgəl 2 demişdi. A-nın elementlərinə 4x üstəgəl 6. X-lər bir tərəfə keçir. Ədədlər bir tərəfə keçəndə 6-dan 2 çıxanda 4. Bizdən soruşur B-nin neçə dənə elementi var ən çox, ən böyük qiymətini soruşur. B-nin qiymətlərini 5x üstəgəl 2 ilə işarə edib, bu cəmin cavabı ən böyük olması üçün gərək siz 5-i ən böyük qiymətə vurasınız, düzdürmü? Burada x-in ən böyük qiyməti nə olacaq? 4. Üzərinə də 2 gələndə 5 dəfə 4, 20, üzərinə gəl 2, cavab edəcək 22. 27-ci suala davam edirik. Fərqli sualdır. Deyir ki, A-nın alt çoxluqlarının sayının B-nin alt çoxluqlarının sayına nisbəti 64-dür. Sonra bizə deyir ki, 4 vurulsun NA bərabərdir 7 vurulsun NB. Biz buradan bilməliyik ki, NA-nın cavabına yazmalıyıq 7K. NB-nin cavabına yazmalıyıq 4K. Ki, sağ və sol bərabərləşsin, tarazlaşsın. İndi bu qədər elementi olan çoxluğun alt çoxluqlarının sayı. Alt çoxluqlarının sayı düsturu 2 üstü N ilə hesablanırdı. Boş çoxluq da burada sayılır. Bizə desək ki, boş çoxluqdan fərqli alt çoxluq, onda 1 çıxırdıq. O sözü işlətmirsə, deməli 2 üstü N düsturumuzda alt çoxluqların sayı düsturu. Gəlin qeyd edək, alt çoxluq sayı.
İndi uşaqlar A-da 7K element olduğu üçün onun alt çoxluqlarının sayı N-in yerinə elə bil 7K yazırsınız. 2 üstü 7K. B-nin alt çoxluqlarının sayı 2 üstü 4K. Bunların nisbəti 64-ə bərabərdir. Böləndə qüvvətlər çıxılır. O zaman 7K-dan 4K-nı çıxıb yazırıq 3K. 64 isə 2 üstü 6-dır. İkiləri aparsanız buradan 3K bərabərdir 6. Deməli K-nı 2 alırsınız. Bizdən soruşur ki, A-nın elementləri sayını tapın. N-A-nı soruşur. Gətiririk burada K-nın yerinə 2 yazırıq. Cavabımız olur 7 vurulsun 2, 14. 27-nin cavabı 14. 28-i eyni üsulla yazırıq. Çalışın sərbəst işləyin. Deməli, A-nın B-nin kəsişməsində deyir 4 dənə element var. Yox, bu eyni üsul deyil. Başqa sualdır uşaqlar, fərqli sualdır. A-nın B-nin birləşməsində isə 16 element var. Sonra bizə deyir ki, 3NA bərabərdir 7NB-yə. Yəni, burada NA-ya sayına biz yuxarıda neysə düz yazmamışam. NA-B kəsişmə bərabər 4 yazmalıyam. Burada NA-ya biz deməliyik 7K sayda element, NB-yə deməliyik 3K sayda element. Və diaqramda gəlin göstərək görək nələri bilirik. A-nın B-nin kəsişməsi 4-dür. Bura 4 yazırıq. Birləşməsində 16 element var uşaqlar. Birləşməsində 16 element var. Bunu sonra yazacağım ümumini. İndi A çoxluğunda ümumi 7K element olmalıdır. Onun 4-ü yazılıbsa deməli 7K çıx 4 bura yazılmalıdır. B çoxluğunda ümumi 3K element olmalıdır. 4-ü yazılıbsa deməli bura 3K çıxılsın 4 olacaq. Və ümumi hər şeyin cəmin götürüb yazmalıyam mən. 3K çıx 4 bərabərdir 16. Burada baxın 7K ilə 3K-nın cəmi 10K eləyəcək. 4-lər gedir. Burada sağda bir dənə mənfi 4 qalır. Onu keçirən bərabərliyin sağına olur 20. K-mız 2. K2 isə A ilə B-nin soruşur 28-də. N-A-nı soruşur. K2 isə bizdən N-A-nı soruşur. Aparıb yerinə yazırıq. Bərabərdir 7 vur 2 bərabər 14 olacaq cavab. 29-u deyir ki, A-da 20-dən element var. Bu A çoxluğu olsun, bu B çoxluğu olsun. B-də 14, birləşməsində 24. Birləşməsini yaza bilirəm. Hələ ki 24 element var. Kəsişməni bilmirəm, X. İndi bizə demiş ki, A-da 20 element var. Uşaqlar, bunun içində 20 elementi yerləşdirmək mümkünsə, mən X-in yazmışam. 20-dən X-i çıxanda yerdə qalanı bura yazmalıyam. B-də 14 element varsa, X-in yazmışam. Bura 14 çıxılsın, X yazmalıyam. Ümumidə 24 element var. Tənliyim necə olacaq? Bunların üçünün cəmi mənə verəcək 24-dür. X-lər gedir burada. 14 ilə 20, 34 çıx X bərabərdir 24. X bərabərdir 10. Bizdən də kəsişmənin elementlərinin sayını soruşurdur. Kəsişmə ilə X-i bildirir. X bərabərdir 10. Cavabımız olacaq. 30-a baxırıq. 30-da daha rahatdır uşaqlar. Çünki kəsişməni verib heç bir tənlik qurmayacaqsınız. A-dır, bu B-dir. Birinci kəsişmənin elementlərini yazın 8 dənədir. A-da demişdi 10 dənə element var. Bax, bu A dairəsində ümumi 10 element yerləşdirməsi 8-i yerləşib, ikisi qalır bura. B-də 8 element varsa, o zaman burada heç nə düşmür, 0 yaza bilərsiniz. Ya da boş saxlayın ən yaxşısı. Deyir ki, A birləşmə B çoxluğu ilə eyni güclü olan çoxluğun elementlərinin sayını tap. Eyni güclü say deməkdir. Uşaqlar, sayı, çoxluğun elementlərinin sayı eyni olsun. Demək istəyir ki, A ilə B-nin birləşməsində nə qədər element görürsünüz? Birləşmə ümumi burada nə qədər element gördüyünüzdür. Ümumi görürük 10 dənə element. 31-ci suala baxırıq. Deyir ki, A və B çoxluqlar üçün kəsişmədəki elementlərin sayı A ilə B-nin fərqindəki elementlərin sayına bərabərdir. Yəni, NA çıx NB. Uşaqlar, bunu necə yazaq? Heç nə verməyib. Bir dənə birləşməsini verib. Bunların üçünü də heç birini vermədiyi üçün X, Y, Z yazıram. Və mən bilirəm ki, üçünün cəmi mənə birləşməni verəcək 10-dur. Sonra bizə deyir ki, kəsişmədəki elementlərin sayı, yəni Y, bərabərdir A-dakı elementlərin sayı. Bax, A budur da. X ilə Y-in cəmi.
Yazıram bura x üstəgəl y. Çıxılsın B-dəki elementlərin sayı. B-də də bu A olsun, bu B. B-dəki elementlər də bunlardır. Y-lə z-in cəmi. Onda mən belə yazaram da. X bərabər bunu sadələşdirsəm x üstəgəl y çıx, y çıx z. Y-lər gedir. Y bərabərdir x çıx z. Baxın, bu əvəzləməni gətirirəm burada yerinə yazıram. Onda x üstəgəl y-in yerinə x çıx z yazıram. Kənarda bir dənə də z-imiz var. Üstəgəl onu yazdım. Demək, z-lər gedir. 2x bərabərdir 10. X bərabərdir 5. Bizdən nə soruşur? A ilə B-nin fərqi. A ilə B-nin fərqindəki elementlər də elə x-i bildirdiyi üçün A fərq B. Deməli, cavabımız olacaq. Tapdığımız bu 5. 32-yə baxırıq. 32 ən rahatlarından biridir. Diaqramda bunların yerini bilirsinizsə, şifahi sualdır. Bu A-da, bu B. Deyir ki, A ilə B-nin fərqində 3 element var. A ilə B-nin fərqi buradır. B-nin A-nın fərqində var 4 element. Buradır. Buraya yazırsınız 4. A ilə B-nin kəsişməsinin elementlərin sayı da 5-dir. Burada 5. Deyir, birləşmədə neçə element var? 3, 5 və 4-ün cəmi o da eləyəcək 12. Otuz üçüncü sualla davam edirik. 30 şagird riyaziyyat və fizika fənninin dərnəklərə, o cümlədən 6-sı hər-iki dərnəyə yazıldı. Baxın, uşaqlar, riyaziyyat və fizika dərnəkləri. Bu olsun riyaziyyat, bu olsun fizika. Hər-iki dərnəyə yazıldı 6 nəfər deyirsə, uşaqlar 6-ını gətirib yazırsınız bura. Ümumi də 30 nəfərdir. Burada yazıram 30. Sonra deyir ki, riyaziyyat dərnəyinə yazılanların sayı fizika dərnəyinə yazılanların sayından 2 dəfə çoxdur. Bu hissənin cavabını bilmirəm x-dir. Buranın da cavabını bilmirəm y-dir. Bizim tənliyimizin biri bu olmalıdır ki, ümumi şagirdlərin sayı, dərnəklərə yazılan şagirdlərin sayı 30-dur. Yəni, buradan alırıq ki, y üstəgəl x-in cavabı 24. Bu burada. Bir də bizə deyir ki, riyaziyyat dərnəyinə yazılanların sayı. Yəni, riyaziyyat dərnəyinə x üstəgəl 6 nəfər burada var. Fizika dərnəyinə yazılanların sayı da y üstəgəl 6-dır bu. Riyaziyyat dərnəyinə yazılanlar fizika dərnəyinə yazılanlardan 2 dəfə çoxdur. Bundan 2 dəfə çox, bu demək ki, bunu 2-yə vur. Burada əvəzləmə ilə gedək. Məsələn, mən buradan birinci tənlikdən x-i tapsam 24 çıxılsın y-də, varıb yerinə yazaq. Bir məhçulu tənlik olsun. X-in yerinə yazdım 24 çıx y. Üstəgəl 6-ını da yazıram. Sağ tərəfdə vurub açıram 2y üstəgəl 12. Y-ləri keçirdirəm bir tərəfə mənfi y, keçir 2y-də bu tərəfə mənfi 3y olur. 12 sağdaydı. 24 ilə 6-ın cəmi 30. 30-u da sağ tərəfə keçirsəm işarə dəyişəcək. Mənfi 3y bərabərdir mənfi 18. Deməli, y bərabər 6 olacaq. Fizika dərnəyinə neçə şagird yazılıb soruşur. Fizika dərnəyindəki şagirdlərin sayı, uşaqlar. Baxın, budur 6 üstəgəl y yazdığım. N, F çoxluğu bərabərdir 6 üstəgəl y. Y-in də cavabını 6 tapdığınız üçün cavab 12 olacaq. 34-ə baxırıq. Biri digərinin alt çoxluğu olmayan A və B çoxluqları üçün. Birləşmədə 10 element var, kəsişmədə 3 element var. A çoxluğunun ən çoxu neçə elementi var? Biri digərinin alt çoxluğu deyil. Gətirin bu şəkili çəkin burada. Biri A-dır, biri B. Yəni onların kəsişməsi var, amma kənarda elementlər də var. Deyir ki, birləşmədə cəmi 10 dənə element olmalıdır. Kəsişmədə də 3 dənə element var. Uşaqlar, A-nın ən çoxu neçə elementi ola bilər? A-nın elementlərinin sayı çox olması üçün siz gərək B-yə az element yazasınız. Nəyə görə? Çünki x-in üzərinə 3 gələcəksiniz, bir də neçəsə gəlməlisiniz. Cavab 10 eləməlidir. Yekunda cavabımız x-i tapanda ondan buradakı ədədlərin cəmi çıxılmalıdır. Nə qədər balaca ədəd çıxsanız, cavab daha böyük olar. Onda x-in elementlərinin sayı olacaq. Ondan 4 çıxırıq. 6. X-in elementləri sayı 6-dır. İndi sizdən soruşur A-nın ən çoxu neçə elementi olar? A dairəsinin içərisinə baxırsınız. 3-ən x-in cəmindən ibarət olduğu üçün biz x-i də 6 tapdıq. Bərabərdir 3 üstəgəl 6. Cavabımız olacaq 9.
35 də eyni məntiqlə gedəcək uşaqlar. Biri digərinin alt çoxluğu deyil deyir. Ona görə siz kəsişməni bu formada göstərəcək. Alt çoxluğu olsa belə çəkməz. Birini digərinin içərisində. Deməli, biri A olsun, biri B. Birləşməsində, yəni ümumi elementlərinin sayı 12-dir. Kəsişməsində 4 element var. B çoxluğunun ən çox neçə elementi ola bilər deyir. B çoxluğunun elementi, yəni X-ə çox element qalsın deyə gərək bura az element yazasınız. Burada ən az bir dənə yazmalısınız ki, boş olmasın. O zaman 1 üstəgəl 4 üstəgəl X-in cəminin 12 olduğunu düşünsək, X 12-dən 5-i çıxanda qalacaq 7. Və bizdən soruşur B çoxluğunun neçə dənə elementi var. B çoxluğunun içinə baxsanız, 4 və X-in cəmindən ibarət olduğunu görəcəksiniz və X-in cavabı 7 olduğu üçün NB bərabərdir 11 olacaq. Keçək növbəti sualımıza. 36-da deyir ki, A çoxluğunun elementlərinin sayı 6-dır, B çoxluğunun elementlərinin sayı 4-dür. NA bərabərdir 6, NB bərabərdir 4. A-la B-nin kəsişməsi də boş deyildir. Boş çoxluqdan fərqlidir. Yəni, boş deyil, kəsişmədə element var. A kəsişmə B çoxluğunun elementlərinin sayının ən böyük və ən kiçik qiymətini soruşur. Uşaqlar, kəsişmədə elementlərinin sayı. Kəsişmə hökmən var. Burada var deyir də, kəsişmədən fərqlidir. Kəsişmə hökmən varsa, orada nə soruşur? A-nın B-nin kəsişməsi burada. Kəsişmədə ən az heç olmasa bir dənə element yazmalısınız. Ən az bir dənə element yazmalısınız. Onda A-ya qalır 6-dan 1 çıxanda 5, B-yə qalır 4-dən 1 çıxanda 3. Deməli, bu bir bizdə ən kiçik qiymətdir. Ən böyük qiymətini isə kəsişmə o vaxt alır ki, uşaqlar, bunlardan biri digərinin alt çoxluğu olsun. Məsələn, A çoxluğunun bütün elementləri, burada kiçik olan böyüyün alt çoxluğu olmalıdır, bu B. B çoxluğunun bütün elementləri A-nın içərisində olsun. Bu 4 dənədir. A-nın ümumi alt elementi varsa, altdan 4 çıxanda bura 2 yazmalısınız ki, hamısı A-nın içərisində 6 dənə görünsün. Bir kəsişmədə ortaq 4 dənə element var. Çünki alt çoxluqdursa, B-nin bütün elementləri A-da da olduğu üçün kəsişmənin 4 dənə elementi var. Bu 4 dənə ən böyük qiymətdir. O zaman ən kiçiklə ən böyüyün cəmini soruşurdu. Cavabımız olacaq 5. 37-yə baxırıq. 37-də eyni məntiqlə verilmiş sualda A-nın elementləri NA bərabərdir 7, B çoxluğunun elementləri isə 5-dir. NB bərabərdir 5. A-nın B-nin kəsişməsi boş çoxluqdan fərqli olarsa, A-B kəsişməsinin çoxluğunun elementlərinin sayını ala biləcəyi ən böyük qiymət ilə ən kiçik qiymətin cəmini tapın. Deməli, bu A çoxluğu olsun, bu B çoxluğu olsun, A, B. Deməli, ən kiçik bircə dəqiqə, boş çoxluqdan fərqlidir kəsişmə deyirsə, ən azı bura heç olmasa bir dənəsini yerləşdirə bilərsiniz. Uşaqlar, bu kəsişmənin ən kiçik qiyməti heç olmasa bir element olmalıdır. Sxemimizi tamamlasaq, A-nın kənarına 6 yazmalısınız, B-nin kənarına 4 yazmalısınız. Bu belə. İndi nə edirik? Bizdə də ikinci hal lazımdır. Ən böyük qiyməti alması üçün çoxluğun biri digərinin alt çoxluğu olmalıdır. Kiçik sayda elementi olan çoxluq, böyük sayda elementi olan çoxluğun alt çoxluğu olacaq. B-də 5 dənə element var. A-nın içərisində ümumi 7 element yerləşdirməlisinizsə, bura 2-si qalır. Və bizə kəsişmə deyirsə, bu ortadakı 5 dənə element həm B-nin, həm A-nın içində olduğu üçün 5 götürülür və bu kəsişmənin ən böyük qiymətidir. Ən kiçik qiyməti 1, ən böyük qiyməti 5. O zaman bunları topladığımız zaman cavabımız olacaq 6. 1 üstəgəl 5 bərabərdir 6. Neçənci sual idi? 37. Keçik 38-ci sual. 38-ci sual imtahana düşmüş sualdır yaxın illərdə uşaqlar. Diqqətli olun, özü də qəşəng sualdır. 3-də 2 N, A fərq B, yəni A-da olub, B-də olmayanlar. 5-də 3 N, B fərq A. Bərabərdir 2 N, A kəsişmə B. Deməli, uşaqlar, ilk öncə N-lər sayıları bildirir. Sayıları da işləməkdən ötürü natural ədədlərlə işləsək işimiz rahat olacaq. Hər tərəfi elə bir ədədə vuraq ki, həm 3-ü, həm 5-i aparsın, ixtisar eləsin. Deməli, hamısını nə görürüksə 15-ə vuraq. Baxın, 3-də 2-ni də 15-ə vuracam. Burada 5-də
3'ü də 15'ə vuracam. Eyni zamanda 2'ni də 15'ə vuracam. İxtisar gedəndə qalacaq 10 vurulsun n a fərq b. Bərabərdir. İxtisar gedəndə qalacaq burada 3. 3'ə vuranda 9 n b fərq a. Bərabərdir 15'i 2'yə vuranda 30 n a bir kəsişmə b. Deməli, uşaqlar, bunların da hamısının düşünün ki, elə bir ədədə bərabər ki, həm 90'a, həm 10'a, daha doğrusu həm 10'a, həm 9'a, həm 30'a tam bölünür. 90 kimi düşünə bilərik. Bunun cavabını 90k götürək. Elə bilin ki, əkop 10, 9 və 30 hesablayırsınız. Onun da cavabı 90. Amma yanına bir k atmalısınız. Çünki 90'a bölünən başqa, məsələn, 180, 270 bunlar ola bilər. Necə düşünəcəyik? Əgər 10 a-b'nin a fərq b-nin cavabı 90k-dırsa, deməli n a fərq b-nin cavabı 9 olmalı ki, mən onu 9k-ya vurum, eləsin 90. Deməli, bunun cavabı 9k. Burada 9'u nəyə vursam 90k edər 10k-ya. Deməli, bunun cavabı n. B fərq a-nın cavabı 90k. 90 yox, nə aldıq? 10k. 2 dəqiqə düzəldək bunu. 10k. Sonra burada baxsanız 30'u nəyə vursam 90k edər? Təbii ki 3'ə. A-nın B-nin kəsişməsi də 3k. Yanlarında k-lar var. İndi bizə nə deyir? Bizə deyir ki, boş olmayan A və B çoxluqlar üçün A birləşmə B-nin ən azı neçə elementi var? Gəlin bunları diaqramda yerləşdirək uşaqlar. Ümumiyyətlə, ən az elementdən söhbət gedirsə, burada k-lara 1 verəcəyik biz. Ən az. Çünki burada k-nın qiyməti artdıqca say da artacaq. Ən az deyirsə, onda k-ya 1 deyirsə bu 9, bu 10 və bu da 3 olacaq. A çoxluğu, B çoxluğu. A-nın B-nin fərqində 9 element var. B-nin A-nın fərqində 10, kəsişməsində 3. Sizdən soruşur ki, A-nın B-nin birləşməsində nə qədər element var? 9, üstəgəl 3, üstəgəl 10. Onu da cavab eləyəcək 22 element. Bu şəkildə. Keçirik 39'a. Boş olmayan A və B çoxluqlar üçün. Baxın, eyni sualdır. Sadəcə kəsirlər fərqli qoyulub. 7'də 2n, B fərq A, bərabərdir 6n, A kəsişmə B. Siz elə bir ədədə vurmalısınız ki, bunun hər tərəfini 4'ü də 7'ni də ixtisar aparsın. Neçəyə vuracam? 4 ilə 7 qarşılıqlı sadə ədəd olduğu üçün onların əkobu hasil eləyəcək, yəni 28'ə vuracam. Bunu da vur 28'ə, bunu da vur 28'ə, bunu da vur 28'ə. İxtisar etsəm burada qalar 7, 3'ə vursam 21, vurulsun n, a fərq b. Burada ixtisar etsəm 4, 4'ü 2'yə vursam 8 vur n, b fərq a. Bərabərdir 6'nı 28'ə vuranda 6 və 8 48, 4 yadda 6'nı 12'yə vurub 4 də yadda 168 n a kəsişmə b. İndi biz elə ədədlər götürməliyik ki, həm 21'ə tam bölünsün, həm 8'ə, həm də 168'ə. Burada da nə götürə bilərik? Elə 168'in özünü götürə bilərik, düzdürmü? Düşünək ki, bunların cavabı hamısı 168'ə bərabərdir. Əgər hamısının cavabı 168'ə bərabərsə, bir də k yazmağa ehtiyac yoxdur. Ən az elementin soruşur. K yazsaq, sonra k-nı təzdən 1 eləyəcəyik. Ehtiyac yoxdur, yazmayın. Deməli, A-nın B-nin fərqində 21'i nəyə vursam 168 edər. Burada 8 element var. B-nin A-nın fərqində 21 element var. A-nın B-nin kəsişməsində də gərək 1 element olsun ki, 168'i 1'ə vurum. 168 etsin. Biri A çoxluğudur, biri B çoxluğu. A-nın B-nin fərqi buradır 8. B-nin A-nın fərqi 21, kəsişməsi 1. Birləşməsində neçə element var soruşur. O da eləyir 30 element. 40'da deyir ki, Euler-Venn diaqramında kəsişməsi boş olmayan A və B çoxluqlarının elementlərinin sayı verilmişdir. X, Y, Z müxtəlif natural ədədləri üçün. Bu şəkil ödənərsə deyir, A birləşmə B-nin ən kiçik qiymətini tapın.
Kəsişməsi boş olmayın deyirsə, kəsişmədə ən az bir element olmalıdır. Birləşmənin də ən kiçik qiymətini bizdən soruşursa uşaqlar, bax bunun ən kiçik qiymətini soruşur da. Deməli biz x-in, y-in, z-in yerinə ən kiçik qiymətləri yazmalıyıq. X-in yerinə ilk öncə baxaq nə yaza bilirik. 2x çıxılsın 3 ən az 1 olmalıdır. Baxaq görək 1 qoya bilirikmi hələ yerinə? 2x bərabərdir, buradan 4 olur. X də bərabər 2, bəli. Çünki bura yazdığımız ədəd hesablananda axırda 2-yə bölünməlidir. Çünki sayı bildirir, tam olmalıdır. X-imiz 2. X 2-dirsə, indi buranın da qiyməti ən kiçik olmalıdır. Uşaqlar, 2x üstəgəl y, özdə müxtəlif natural ədədlərdir deyir. O zaman siz x-ə 2 vermişsiniz, düzdürmü? 2 vurulsun. Bax, bu x-in yerinə 2 yazmışsınız. Y-in yerinə ən kiçik ya 1 yazacaqsınız, ya 3. Bir də x üstəgəlsin 3z ədədi var burada. X-i tapmışam 2 üstəgəl 3 vur. Bax, buradan y-in yeri boşdur, buradan da z-in yeri. 2-ni yazmışam. 2-dən başqa ən kiçik natural ədədimiz biri 1-dir, biri də 3-dür də, düzdürmü? 2-ni artıq istifadə etmişəm. İndi mən baxmalıyam görək, 1-lə 3-ü bunlardan hansına yazsam cavabım daha kiçik olar. Baxın, 3-ü bura yazsanız 3 dəfə 3, 9 böyüdür. Amma 3-ü buraya yazsanız daha kiçik ədəd olacaq. Əmsalı böyük olan hansısa ona kiçik ədədi yazmaq lazım ki, cavab kiçik yansın. Deməli, 1-i bura yazıram z-in yerinə. O zaman 2 üstəgəl 3 vur 1, yəni bura 5 olacaq. Burada da 2 üstəgəl 2 vur, y-in yerinə mən 3 yazdım. Burada 2 vurulsun, yoxdur. 2 vur 2, 2 vur 2, üstəgəl y-in yerinə 3. Bu da eləyir 7 element. Elə bilin ki, sizin diaqramınızda ortada bir element dayanmış olur. X-in yerinə 2 yazanda 2x üstəgəl y hesabladıq. Burada 7 element və x üstəgəl 3z hesabladıq. Burada 5. Birləşməni soruşurdu. Birləşmədə hamısı deməkdir. Nə görürsünüz? Bu diaqramda nə görürsünüzsə hamısı deməkdir. 7, 1 və 5. Onun da cavabı olacaq 13. Qəşəng sualdır və yeni sualdır. Bax, bu da yenidir. Yuxarıdakı da yenidir. 41-ə baxaq. Cədvəldə A və B siniflərində dərnəyə gedən şagirdlərin sayı haqqında məlumat verilmişdi. A sinifində B sinifindən bir nəfər az şagird var. Deməli, A sinifində B sinifindən bir nəfər az şagird var. B sinifinin şagirdlərinin sayını tapın. Gəlin bunları diaqramda göstərək. Düsturla da gedə bilərsiniz uşaqlar, amma diaqramla qəşəngdir də. Diaqramdan tam başa düşürsünüz nəyin hardan gəldiyin. Bu A sinifi olsun. Sinfi. A sinifində riyaziyyat, bir də tarix. Deyir ki, hər ikisindən dərnəyə gedənlər. Hər ikisi kəsişməsi deməkdir. Bax, bura yazıram 5. Sonra deyir ki, 2n üstəgəl 7 riyaziyyatdan dərnəyə gedənlərdir. 2n üstəgəl 7-nin artıq 5-in yazmışamsa, 2n üstəgəl 7-dən 5 çıxanda qalır 2n üstəgəl 2, buraya yazmalıyam. Və n üstəgəl 3 tarixdən dərnəyə gedənlərdir. Onun 5-i yazılıbdırsa, n üstəgəl 3-dən 5 çıxanda nə qalır? N çıx 2. Bu getməlidir bura. Və deyir ki, 7 nəfər də heç bir fəndən dərnəyə getmir. Burada kənardadır 7 nəfər. Heç nədən dərnəyə getmir. Ümumi sinfin şagirdləri onda bunların cəmi olacaq. 7 var, 2n üstəgəl 2, 5, bir də n çıx 2. Sadələşdirsək 2n burada, n burada, 3n olacaq. 7 üstəgəl 5, 12, 2 də çıxanda 10. Deməli, belə. İndi B sinfinə gəlin baxaq. B sinfi, bu da yeni sualdır uşaqlar. Qəşəng sual oxşuyur. Yeni. Deməli, yeni suallara çox diqqət ayırın uşaqlar, imtahana gələ bilərlər. B sinfində riyaziyyat dərnəyi və tarix dərnəyi. Yenə də həmişə hər iki dərnəyə gedənləri birinci yazın, kəsişməni. Onu yazın sonra məsələniz rahatlaşır. Baxın, riyaziyyatdan 3n üstəgəl 2 nəfər burada dərnəyə yazılıbdırsa, onun 8-ini artıq mən yerləşdirmişəmsə, 3n üstəgəl 2-dən 8 çıxanda qalır 3n çıxılsın 6. Bunu yazmalıyam bura. Sonra tarixdən dərnəyə gedənlər 2n üstəgəl 10, ümumi bunun içərisində yazılmalıdır. 8-in artıq yazmışamsa, o eləyəcək 2n üstəgəl 2. Və 3 nəfər də heç nədən dərnəyə getmir, kənardadır. 3 nəfər də kənarda. Heç nədən dərnəyə getmirlər. Uşaqlar, ümumi sinfin şagirdlərinə baxsam 3 nəfər bu var, tənbəl şagirdlər. 2n üstəgəl 2 bərabərdir.
İndi baxaq. Bunları toplayaq. 3n, burada 2n eləyir 5n. 3-dən 6 çıxanda -3, üstünə 8 gəlirəm 5, üstünə də 2 gəlirəm 7. Gəldik əsas məsələyə. Deyir ki, A sinfi şagirdləri B sinfindən bir nəfər azdır. A sinfi 3n üstəgəl 10 tapmışdıq. B sinfin 5n üstəgəl 7. Deyir A, B-dən bir nəfər az. Deməli, 3n çıx 5n, 5n keçiddi bu tərəfə. 7-dən 1 çıxanda 6, onu da sağ tərəfə atsam. -2n bərabər -4, n bərabərdir 2 alıram. Düzdürmü? N2-dir. İndi bizdən nə soruşur? B sinfindəki şagirdlərin sayı. Mən B sinfin şagirdlərinin sayını 5n üstəgəl 7 hesablamışdım. N-in qiymətini yerinə qoyacağıq. 5n üstəgəl 7 bərabərdir 5 vur 2 üstəgəl 7. Deməli, B sinfində 17 dənə şagird var. Deməli, uşaqlar, haradasa səhv eləmişəm. Haradasa səhv etmişəm, çünki cavabı düz almadım. Səhv etdiyim yerə baxaq. 7 üstəgəl 2, bax, 2n-dən n-i topladım 3n. 7 üstəgəl bu 2-ni ötürmüşəm. Baxın, burada 2-lər gedir. 7 üstəgəl 5, 12. Bu 10 yox, 12 olmalıdır. Sonra 3n üstəgəl 12. Sonra bizim aşağıda bir dənə düzəlişimiz olacaq. 10 yox, bunun yerinə 12 yazıram. Burada da 10'u 12 düzəldirəm. 12, altdan 12 çıxanda bu -6, n'imiz 3. Tamam. N 3-dürsə, burada da n'in yerinə 3 yazsam, 5'i 3'e vuranda 15, üstünə 7 gələndə cavabımız olacaq 22. Cavab 22 olur uşaqlar, baxın. 3n üstəgəl 12 birini tapdıq. Yəqin ki, bəziləriniz artıq o səhvi görmüşdü uşaqlar. Ümid edirəm görmüşdünüz. Köçürtməyənlər, özü sərbəst işləməyə meyilli olanlar görəcəklər o səhvi. Tamam, belə. Keçik 42-yə. A1, A2, A3 və s. bu çoxlu elementlərin sayı verilmiş ardıcılıqla ədədi silsilə əmələ gətirir. Deyək ki, bu silsilənin fərqi 3-dür. Silsilənin fərqi 3-dürsə, o demək ki, məsələn, birincisində element sayı x dənəsə, ikincisində x üstəgəl 3, sonra x üstəgəl 6 və s. belə gedir. A2 7-dir. Bax, x üstəgəl 3 yazdığım A2 idi. Bu A1 idi. A1, bu A2. A2'nin cevabı 7'dir deyir. Onda belə çıxır ki, x'imiz 4'dür də, düzdürmü? 4, 7, sonra üstünə x'in yerinə 4 yazanda neçə eləyir bu? 10, 3 arta gedəcəklər bunlar hamısı. Və deyir ki, A18 ilə A23'ün kəsişməsini tapın. Ümumiyyətlə, A18 kəsişmə A23'ə baxdıqda mən nəyi bilməliyəm? A18 A23'ün alt çoxluğudur. Şərtdə verilib ki, bu kiçik indeksli ədədlər böyüyün alt çoxluğudur. Alt çoxluğudursa, bunların kəsişməsindəki elementlərin sayı həmişə kiçiyin elementlərinin sayı bildirir. Yəni, siz A18'i tapmalısınız. A18'i də tapanda silsilə əmələ gətirir deyirsə, A1 üstəgəl n çıxaq 1 D düsturundan istifadə etməlisiniz. Yəni, A1'imiz üzərinə gəlinməlidir. N18'i də burada 17 dənədir. O da eləyəcək A1 4'dür, üstəgəl 17 vurulsun. D'miz neçədir? Uşaqlar 3 artırdı. Silsilə fərqi 3'dür demişdi bizə. O da eləyir 4 üstəgəl 51 və cavab 55. 43'də deyir ki, boş olmayan A və B çoxluqları üçün n A birləşmə B bərabərdir 7 vur n A kəsişmə B. 2 n A fərq B bərabərdir 3 n B fərq A. Tamam, A, B çoxluğunun ən az neçə elementi var? Gəlin, başlayaq yazmağa. Biri A çoxluğudur, biri B çoxluğu. Görək, hara nə yaza bilirik uşaqlar? Burada x dənə element götürürəm. Kəsişmədə həmişə birinci kəsişmə yazın. X element var. Baxın, əgər siz buna x dedinizsə, onda A birləşmə B 7 vurulsun x olduğu üçün 7x, ümumi 7x dənə element olacaq. Sonra deyir ki, A ilə B-nin fərqindəki elementlə, bax, bura nə yaza bilərik biz?
ən çoxu, ən azı söhbəti var burada. Bir də bundan nəsə kömək almalıyıq uşaqlar. Belə yazaq da, A fərq B-yə deyək 3 Y, B fərq A-ya deyək 2Y. Bax, bura 3Y, bura 2Y deyirəm. Aydındırmı? 3Y, 2Y şəklində yazdım. Burada N də var qabağında. Birinə 3Y dedim, birinə 2Y dedim və onların cəmi 3Y üstəgəl 2Y bərabər, üstəgəl bir dənə də X-imiz var, bərabərdir 7X-ə. Belə çıxır ki, 5Y 6X-ə bərabərdir. Ən az sayda elementdən söhbət gedirsə, Y bərabərdir 6 və X bərabərdir 5 olaraq yazılmalıdır. Birləşməyə baxsaq, 7X-i verir birləşmə A, birləşmə B, qarşısında N sayı bildirir. X-i biz 5 tapdıq. 7 vur 5, 35. Bu da yeni sualdır və maraqlıdır uşaqlar. Bu da yeni sual idi. Və 44-cü suala baxırıq. 1, 2, 3 uyğunlaşdıracağıq. Deyir ki, M verilib, bu K verilib. K deyir M-in alt çoxluğudur. 5, 7, 9. Görürsünüz, K-nın bütün elementləri M-in içində var. Onda mən deyə bilərəm ki, K M-in alt çoxluğudur. Yəni A variantı 1-ə uyğundur. Artıq A-nı yazdıq. Sonra B variantında deyir ki, M K-nın alt çoxluğudur. M burada ümumiyyətlə gördüyünüz elementlərdən ən çox olanıdır da. Daha çox 10 element var. Ona görə o heç birinin alt çoxluğu ola bilməz. Bunu heç nəyə yazmayacaqsınız. Sonra deyir ki, əgər məsələn mən birinci götürüb işləsəm, birincilə baxıramsa 5, 7 və 9, kənarda qalır 4, 11 və 10 elementləri. O 4, 10, 11 M-lə K-nın fərqidir. Yəni 3 dənə element M-də var, K-da yoxdur. 3 dənə element, yəni Y variantı gedəcək 1-ə. 1-lə işimiz bitdi. Mən bunları silirəm, keçirəm. İkincinin M-lə ortaqlarına baxmağa 4 var. 6 yoxdur, 8 yoxdur. Başqa da heç nə yoxdur. Onda M-lə K-nın fərqində neçə element var? Yəni M-də olub, K-da olmayan. Baxın, 5, 7, 9, 10, 11, 5 dənə. D variantı gedəcək 2-yə. İndi üçüncünü işləyirəm. Mən bunları sildim. Üçüncü ilə M-i müqayisə edirəm. Nələr var ikisində də? Hər ikisində biri də görmürəm, üçü də görmürəm. Uşaqlar 4 var. 4 var, 5 də var imiş. 8 ilk baxışda heç birini görməmişdim. Deməli, M-də olub K-da olmayan 4 dənə element var. O da eləyəcək C variantı. 1A-Y, 2D, 3C. 1A-Y, 2D, 3C 44-ün uyğunlaşdırması. Keçək 45-ci suala. Üç dənə sualı ayrı-ayrı işləməliyik. Uşaqlar, birincini belə işləyəcəyik. N, A deyir 12 element var. N, B 10 element və N birincini götürürəm ancaq. A birləşmə B 15 element. Çəkirik diaqramda. Ümumi birləşməsində 15 dənə element var. Uşaqlar, bunları toplayırsınız 22. Toplayanda 22 dənə element yarandı, amma 15 dənə olmalıdır ümumi. 22-dən 15 çıxmalıyıq ki, kəsikməni, yəni ortaq elementlərin sayını tapaq. 22-dən 15 çıxanda 7. Onda A-nın kənarında qalır. A-nın içində ümumi 12 element olmalıdır. Burada qalır 5. B-də ümumi 10 element olmalıdır. Burada qalır 10-dan 7-ni çıxanda 3. İndi ikinci dairəyə baxırıq. Yenə də A-na B-nin sayılarını yazıram. 12. B-də 10 element var. İndi ikincidə deyir ki, A-na B-nin fərqində 9 element var. Diaqramı çəkirik. Biri A-da, biri B. A-na B-nin fərqini yazmaq daha rahatdır. 9-u yazdım. A-da 12 element var deyirsə, bu dairəyə 12 element yerləşdirilməlidir. 9-u yerləşibsə 3-ü qalır. B-də 10 element yerləşməlidir. 3-ü buradadırsa, deməli 7-si bura qalır. Ümumi birləşmədə də hamısını toplayanda 19 element. Üçüncü suala baxırıq.
A-da 12 element verilmişdi başda. B çoxluğuna baxıram. B-də isə 10 element. Üçüncüdə də bizə deyir ki, B ilə A-nın fərqində nə var? 6 dənə element var. İndi baxaq, yerləşdirək bunları. A, B. A-da 12 element var. B ilə A-nın fərqi 6 elementdir. Buranı yerləşdirək. Sonra B-də deyir 10 element var idi. B-nin içərisində 10 element yazılmalıdırsa ondan 6 çıxıram, 4 bura. A-da 12 element yazılmalıdır. 4-ün artıq yazdım, 8 bura. Ümumi birləşdirəndə də 18 eləyəcək. Deməli, ümumi birləşdirdiyim 18 dənə elementimiz var. İndi başlayırıq. Görək uyğunlaşdırmada nə deyir? A-da deyir ki, A ilə B-nin kəsişməsində 3 element var. Baxın, mən kəsişmədə 3 elementi almışam ikincidə. Baxın. Kəsişmədə 3 element var variantı. Gəldi A variantı 2-yə. Artıq A-ya baxmayacağıq. A ilə B-nin fərqi ilə B ilə A-nın fərqini toplayanda 16 element. Elə bu da həmin yerə gedir. Baxın, A ilə B-nin fərqi buradır. B ilə A-nın fərqi buraya. 7 ilə 9-u toplayanda 16. B variantı gəldi 2-yə. A ilə B-nin kəsişməsində 7 element var. Baxın, birincidə A ilə B-nin kəsişməsində 7C getdi 1-ə. Sonra A ilə B-nin fərqi ilə B ilə A-nın fərqini toplayanda 14 element düşdü aşağı. Baxın. A ilə B-nin fərqi 8, B ilə A-nın fərqi 6, topladın 14 element. D variantı gəldi bura. A ilə B-nin kəsişməsində 4 element var. Elə D variant, Y variantı da buna gəlir. Baxın, kəsişməsiz diaqramı doldurandan sonra uşaqlar hər şeyi götürüb qeyd edə bilirsiniz onun içərisində. Deməli, 46-cı sualda A çoxluğunun 20 elementi var. NA bərabərdir 20, NB, A fərq B bərabərdir 13. İndi birincidə deyir ki, B-də 19 element var. Gəlin baxaq. A ilə B-nin fərqində 13 element var uşaqlar. A-da 20 element varsa, mən buna A deyim, buna B. İndi A-nın içində 20 elementdən 13 artıq yerləşdiyi üçün bura 7 gedəcək. Və birinci testdə bizə deyir ki, B-nin 19 dənə elementi var. Ona görə 19-dan 7 çıxanda bura qalacaq 12. İkinci suala baxırıq. Bu A çoxluğu olsun, bu B çoxluğu. Hamısını diaqramda göstərəcəyik. NB-ni 19 vermişdi birincidə. A çoxluğu, B çoxluğu indi bizə veribdir ikincidə. NB-ni 15. A ilə B-nin fərqində 13 element var. Bura 13 yazıram. Bura 7, çünki A-da 20 tamamlanmalıdır. Və B-də 15 element varsa 15-dən 7 çıxanda bura qalacaq 8. Düzdürmü? Sonra üçüncü suala baxırıq. Bu A çoxluğu olsun. Bu B çoxluğu. Burada 13, burada 7 verilmişdi. Bizə deyir ki, MB 16'dır. 16'dan 7 çıxanda kənara qalanı yazırıq. İndi başlayırıq uyğunlaşdırmağa. Hər şey görünür. A ilə B-nin birləşməsində 26 element var deyir. 26 element hansındadır? A ilə B-nin birləşməsində 26 element. Birləşmə hamısıdır uşaqlar. Gəlin hamısını tapaq. Bax, birincidə A ilə B-nin birləşməsini tap deyirsə, nə görürsünüzsə hamısını yazmalısınız. 13, 7, bir də 12. Olur 32 dənə. İkincidə A ilə B-nin birləşməsində nə görürsünüzsə yazmalısınız. 13, 7, 8 və bu eləyir 20, neçə dənə? 28 dənə. 28. Üçüncüyə baxırıq. A ilə B-nin birləşməsi 13, 7 və 9. Deməli, birincidə 32 aldıq birləşməni. Buna uyğundur B variantı. 1-ə B. Sonra ikincidə 28 aldıq. Buna uyğun variantı yoxdur. Üçüncünün cavabını tapmadıq mı? 29 eləyəcək uşaqlar üçüncüdə toplayanda. Deməli, C variantı gedir 3-ə. 1-ə B, 3-ə C tapmışıq. 2 hələ keçinə tapmamışıq.
26-dakı heç birində yoxdur deyənə bu heç birinə uyğunlaşmayacaq. B ilə A-nın fərqində 8 element var. Baxın, gedir B-yə. B ilə A-nın fərqi bu hissədir. Burada 8 element var. Deməli, D variantı 2-yə uyğundur. B ilə A-nın fərqində 12 element var. Y variantı da 1-ə uyğundur. Çünki B ilə A-nın fərqi olan hissə bu hissədir. Deməli, 1-ə B-yə, 2-yə D, 3-ə C. Keçik 47-ci suala. A çoxluğunun 30 elementi var. A ilə B-nin fərqində 21. Bu A olsun, bu B. A-nın B-nin fərqində 21. A-da 30 element varsa, bura 9 yazmalıyam. 3 dənə dairəmiz olacaq. Üçündə də eyni şey, Venn diaqramı. Çünki bu verilmiş ümumi şərtdir uşaqlar. 21 bura, 9 bura, 21 bura, 9 bura. Yazdım bunları. Birinci, ikinci, üçüncü. Birincidə bizə verib ki, B-də 20 element var. Onda 20 element yerləşirsə, bunun içərisində 9-u yazmışıqsa, artıq bura 11-i gedəcək. İkincidə deyir ki, B-də 25 element var. 25-in artıq 9-un burada yazmışıqsa, 16 bura gedəcək. Bu A olsun, bu B. Üçüncüdə deyir, B-də 15 element var. Uşaqlar, deməli, bura 9-dur. 15-dən 9 çıxıram, bura qalır 6. Bu şəkildə. Sonra başlayırıq birləşmələrini yazmağa. N, A, birləşmə B. Bir də nə görürsə toplayırıq. 21, 9, 30 elədi. 30-un üstünə 11 gələndə 41. İkinciyə baxırıq. A, birləşmə B. Nə görürsə hamısını toplayırıq. Bütün elementlər 30, üstünə 16, 46. Və eyni zamanda üçüncüdə A ilə B-nin birləşməsi bərabərdir. Bunlar 30, üstünə 6, 36. Deməli, 38 heç birinə uyğun gəlməyəcəyini heç nəyə yazmırıq. 41 B variantı getdi 1-ə. Sonra A variantı 46 getdi 2-yə. B ilə A-nın fərqində 6 element var 3-ə. D variantı. Çünki B ilə A-nın fərqi bu hissədir. B ilə A-nın fərqində 16 element var. Y variantı da 2-yə uyğundur. Deməli, 1-ə B, 2-yə A, Y, 3-ə D. Keçirik 48-ci suala. İmtahana düşmüş sual uşaqlar 48-ci sual. Euler Venn diaqramında bir məktəbdə fəaliyyət göstərən dərnəklərdə iştirak edən şagirdlərin sayı göstərilmişdir. Riyaziyyat dərnəyində iştirak edən şagirdlərin sayı tarix dərnəyindəkilərdən 1,5 dəfə çoxdur. Baxın. Riyaziyyat dərnəyində iştirak edən şagirdlərin sayını gəlin yazaq. N, R yazıram buna. İçəridə nə görürsünüzsə hamısını toplayırıq. 26, 15, 12 və 7. Toplayaq. Bununla bunu topladım 41. 41-in üstünə də 19 bunları gələr. 41 üstə gəl 19, 60. Riyaziyyatda 60 dənə şagird var. Sonra deyir ki, riyaziyyat dərnəyində iştirak edənlərin sayı tarix dərnəyindəkilərdən 1,5 dəfə çoxdur. Tarix dərnəyinə baxaq. Tarix dərnəyidə bu göy ilə işarə edirsən, bu göy dairənin içərisini toplayacaqsınız. 15, 12, 11 və X. Bunların cəmi edir 38, üstünə gəl X. Deyir ki, riyaziyyatdakıların sayı tarixdəkilərin sayından 1,5 dəfə çox. 1,5-ə vurmalıyıq. Uşaqlar, 1,5 2-də 3 deməkdir də, düzdürmü? Gəlin bunu 2-də 3 yazaq ki, rahat kəsirsiz işləyək. Çarpaz 2-ni buna vursam 120 bərabərdir 38, üstə gəl X vurulsun 3 və 3-ə hər tərəfi ixtisar etsəm 40 bərabər 38 üstə gəl X-dən mən alaram X-i 2. Bu belə. Sonra şərtin davamını oxuyuruq. Deyək ki, tarix və fizika dərnəklərində 74 şagird iştirak edirsə. İkinci şərtində deyir ki, tarix və ya fizika dərnəklərində 74 şagird iştirak edir. Tarix və ya fizika, tarixi və fizikanın içərisini bütün qaralayırsınız. Nə görürsünüzsə hamısının cəmi deyir 74-də bərabərdir. X 15, 12, 11 və 7 görürük. Həm də Y-də var. Bu 74 uşaqlar buradan bura qədər deməli neçə eləyəcək? 38, üstünə də 7 gələndə 45.
Üstünə x gəlməliyəm. X-in qiyməti 2-dir. Üstünə də y gəlib 74-ə bərabər etməliyəm. Bu 47-dir, bu 74. Y bərabər 74-dən 47 çıxanda 27. Bizdən x, y hasilini istəyir. X, y hasildə 2 vurulsun 27. Cavabı olacaq 54. Və keçirik 49-cu suala. Deyək ki, A çoxluğunun elementlərinin sayı 6-dır. NA olsun 6. NB çoxluğun sayı 5-dir. AB birləşməsinin çoxluğunun elementlərinin sayı ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmini tap. Uşaqlar, birləşmənin ən böyük qiyməti o vaxt olar ki, birləşmə bütün elementlər deməkdir də, ən böyük qiymət. Burada 6 dənə element tamam fərqli elementdir. Bu 5 dənə element tamam fərqli elementdir və bunların ortaq heç nəyi yoxdur. Birləşdirməsini götürəndə onda onların hamısını yazacaqsınız. 6 üstəgəl 5. 6 üstəgəl 5. Ortaq heç bir şeyləri yoxdur. Birinci şəkli belə olacaq. A budur, B də bu. Ortaq heç nələri yoxdur. Bunun 6 elementi, bunun 5 elementi və birləşməsi 11. Amma deyir ki, bunun birləşməsinin ən kiçik qiymətini tap. Ən kiçik qiyməti isə birinin elementləri hamısı digərinin içində olanda olur. Yəni alt çoxluğu olanda. Burada B kiçik deyənə B, A-nın alt çoxluğu olarsa, sən B-nin 5 elementi var, A-da ümumi 6 elementi yerləşdirməliyəm. 5-i artıq yerləşdirsə, biri burada olacaq və onların birləşməsi, bax, biri buradadır. Birləşməsi yenə 6-ın verəcək, yəni böyük çoxluğu. Çünki alt çoxluqdur. Burada B, A-nın alt çoxluğudur. Ən böyük qiymət 11, ən kiçik qiymət isə 6-dır. Bunların cəmini tap deyir. 11 üstəgəl 6. Cavabımız olacaq 17. Sonra keçirik bu diaqramlara. Diaqramda deyir ki, barqrafa əsasən, daha doğrusu, barqrafa əsasən A kəsişmə B-nin elementlərini yazın. 50. Şəklini çəksəniz əslində görəcəksiniz. Biri A çoxluğu olsun, biri B çoxluğu. Biz bilirik ki, A ilə B-nin fərqi buradır. B ilə A-nın fərqi bura, A ilə B-nin kəsişməsi isə bura. A-nın B-nin fərqində deyir 3 element var. B-nin A-nın fərqində deyir 8 element var. A-nın B-nin birləşmə hamısıdır. Ümumi 15 element var. Kəsişmə yoxdur. Kəsişməni sizdən soruşur. Birləşmə deyəndə biz nə görürsə hamısını götürüb yazmalıyıq. Buradan 11 üstəgəl x bərabər 15 alırıqsa, deməli x bərabərdir 4 olacaq. Sonra keçirik 51-ci suala. 51-də də eyni qayda ilə uşaqlar 2 dənə kəsişən diaqram çəkirsiniz. Venn diaqramı A, B. Bizə deyir ki, A ilə B-nin fərqində 5 element var. Yəni burada B ilə A-nın fərqi 9 burada. A ilə B-nin birləşməsində 17. Birləşmə hər şey deməkdir. Kəsişmədə buradır ortaq yer. Buranı bilmirsiniz, x yazaq. Bizdən də kəsişməni soruşur. Bunu tapmaq üçün gördüyünüz bu 3 dənə elementin cəmi 17-dir. 14 üstəgəl x bərabərdir 17. X bərabərdir 3. Bu şəkildə olacaq. Və sonuncu sualımız 52. Və bununla da çoxluq mövzusunu bitiririk. Özəl musiqi məktəbində skripka və gitara dərsləri keçirilir. 12 nəfər yalnız skripka, 17 nəfər yalnız gitara. Baxın, skripka, gitara. 12 nəfər yalnız skripka deyirsə buradır. Yəni bu orta yerə aidiyyatı yoxdur. 17 nəfər yalnız gitara deyirsə 17 nəfər buradır. 4 nəfər isə hər iki musiqi aləti üzrə çalışır. Bax bura. Deyir ki, skripkada dərslə qoşulanların yaşlarının ədədi ortası 10,5-dir. Skripkadan neçə nəfər dərsə qoşulub? N, S. Bu S çoxluğundakı elementlərin sayı 12-nin 4-ün cəmi 16-dır. Gitaradan dərsə qoşulanların sayı isə 4 ilə 17-nin cəmidir. Çünki bu dairənin içərisinə baxmalısınız. O edir 21 nəfər. Deyir, skripkadan dərsə qoşulanların yaşlarının ədədi ortası 10,5-dir. Onda bunların yaşlarının cəminə baxsaq, biz cəmi saya bölməliyik. Ədədi ortanın cavabını almalıyıq. Düzdürmü? Onda cəm, buraya S yazıram. 16-nı 10,5-ə vurmalıyam. 10,5 uşaqlar, bax burada yazıram.
10 tam, 10'da 5 2'də 1 deməkdir də və bunu da çevirəndə 2'də 21 deməkdir. 16'nı 2'də 21'ə vurmalıyam ki, mən bunları yaşların cəmini hesablayayım. 8'i də 21'ə vuranda 168 yaş. Ümumi yaşların cəmi. Yəni skripkada iştirak edən şagirdlərin yaşlarının cəmi. Sonra deyir ki, gitaradan dərslərə qoşulanların yaşlarının ədədi ortası 12'dir. Yəni gitaradan dərslərə qoşulanların yaşlarının cəmi hər nə qədər idisə, mən onu gitaradan dərslərə qoşulanların sayına bölməliyəm və bərabər eləməliyəm 12'yə. Cəm gitaradan dərsə qoşulanların yaşlarının cəmi olsun. 21'i vurmalıyam 12'yə vuraq. 2, 4, 1, 2. Burada da eləyəcək 252. Gətirib yazıram bura 252 yaş. Məsələni bura qədər həll eləmişik. Görək sonra nə soruşur bizdən. Sonra deyir ki, hər iki musiqi aləti üzrə dərsə qoşulanların yaşlarının ədədi ortası 12 tam 14 tam 10'da %25'dir. Hər iki musiqi üzrə bunların kəsişməsindən söhbət gedir. Onların yaşlarının cəmini tapanda cəm S-lə C-nin kəsişməsi belə yazıram. 4'ə bölməliyəm. Deyir ki, 14 tam %25'dir. %25'də uşaqlar 4'də 1 deməkdir. 14 tam 4'də 1 yazıram və bunu 4'də 57 yazacağım. Məxrəclərdən 4'lər gedir. Cəm qalır. Hər ikisi üzrə qoşulan 4 nəfərin yaşları cəmi 57. Deyir, musiqi məktəbində gitara və skripkadan heç olmasa biri üzrə dərslərdə iştirak edən şagirdlərin orta yaşını tapın. Heç olmasa biri üzrə iştirak edən. Heç olmasa biri üzrə deyirsə, ya biri nə getməlidir, ya da ikisinə. Yəni ümumi uşaqların yaşlarının ədədi ortasını tapmalıyam. Bundan ötürü də ümumi uşaqların yaşlarının cəmini tapanda nə edəcəyik? Bax, 168 skripkadan gedənlər idi. 252 gitaradan. 57 yaşda onların kəsişməsi olduğu üçün bu 57'ni çıxmalısınız. Olur bu ümumi hamısı. Sayına bölsəm, sayda neçə nəfərdir uşaqlar? Say hamısı 12, 4 elədi 16, üstünə də 17 gələndə 33 nəfərə bölməliyəm ki, ədədi ortanı tapım. İndi bunların ikisini toplayanda rahatdır deyə birinci onları toplayaq. 11 yadda, sonra 6 ilə 5'in cəmi 11, 1 yadda 12, 1 yadda, 2 ilə 1, 3, 1 yadda 4, 420 çıx, 57'ni bölməliyəm 33'ə. İndi çıxaq, 10'dan 7 çıxanda 3, 11'dən 5 çıxanda 6, burada da qalır 3. 363'ü 33'ə bölməliyəm, bunu da cavabı eləyəcək 11. Deməli, ümumi uşaqların yaşlarının ədədi ortası eləyir 11. Sual biraz çətin sualdır və vaxt aparan sualdır. Amma yazıla bilməyəcək tipdə bir sual deyil. Səbirlə, təmkinlə oturub, nə deyirsə hamısını bir-bir qeydlərinizi götürə-götürə yazsanız, axırda gedib cavabı düz alırsınız uşaqlar. Belə, bunun da çoxluq bölməsi bitdi. İndi mən ya kvadrat kökləri izah eləyəcəm, ya da 4 bucaqlı, çox bucaqlı. Sizcə hansını izah edim? Siz proqramda hardasınız? Qeyd edin, ona uyğun gedin.